Salam, hər vaxtınız xeyir, əziz dördüncülər, videonu izləyən valideyn və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim videoda 4-cü sinif monitorinq imtahanlarına hazırlaşan şagirdlər üçün belə bir sınaq izahı olacaq. Vaxt itirmədən gəlin sınağın izahına başlayaq. Vurma və bölməyə aid sınaqdır. 21-ci sualda bizə deyir, sadə ədədlərin neçə böləni var? Sadə ədədlər biz bilirik ki, özünə və birə bölünən ədədlər sadə ədədlər adlanır. Yəni, sadə ədədlərin 2 böləni olur. Cavab A variantı olacaq. Mürəkkəb ədədlər isə, onu da qeyd edim, üzr istəyirəm. Mürəkkəb ədədlər isə 2 və daha çox böləni olan ədədlərdir. Ona görə də cavabımız A variantı olacaq. Şifahi sualdır. Üzr istəyirəm. İkinci sualda, yəni 22-ci sualda deyir, qisməti tapın. Gəlin yazaq birlikdə. 21.505 bölək 5-ə. 5-ə bölünmə əlamətlərini də yadımıza salaq. Sonu 0 və 5 ilə bitən ədədlər 5-ə qalıqsız bölünür. Buradan da görürük ki, sonu 5 ilə bitir. Deməli, bu ədəd 5-ə qalıqsız bölünür. 2-ni ayırırıq. Bir ədəd olduğuna görə, 2 5-ə bölünmədiyinə görə bir dənə də ayırırıq. 21. 21-in içində 4 dənə 5 var. 4 dəfə 5, 20. 1-dən 0 çıxanda 1. 1 5-ə bölünmədiyinə görə 5-i də gətiririk. 15 5-ə 3 dəfə bölünür. 3 dəfə 5, 15. Buradakı 0-ı gətiririk 3-ün yanına. 5-i də gətiririk aşağı. 5-in içindən isə də bir dənə 1 var. 1 dənə 5, 5. Deməli, cavabımız olacaq 4301. 4301 C variantında bizə verilmişdir. Cavab C variantı. Daha sonra keçək digərinə. Deməli, hansı hasil 5 rəqəmlidir? 23-də deyir ki, hansı hasil 5 rəqəmlidir? Gəlin, həm bunu hesablayaq, həm də sizin vurma vərdişləriniz biraz yadınıza düşsün. Deməli, 486 vuraq 2-yə. Üzr istəyirəm. 2 dəfə 6, 12. 2 yazırıq, 1 yadda. 2 dəfə 8, 16. O da 1. 17, 1 yadda. 2 dəfə 8, 2 dəfə 4, 8. O da 1, 9. 972 3 rəqəmlidir. Bizdən 5 rəqəmli istəyir. A variantı ola bilməz. İkinciyə keçirik. İkincidə də ola bilməz. Çünki 289 vuraq 9-a. Hər ehtimala qarşı vuraq. 9 dəfə 9, 81. 1 yazırıq 8 yadda. 9 dəfə 8, 72. O da 8, 80. 8 yadda. 2 dəfə 9, 18. O da 8, 26. 4 rəqəmli oldu. Yəni, B variantını da götürə bilmərik. Daha sonra keçək C variantına. 8632-ni vuraq 4-ə. 2 dəfə, 4 dəfə 2, 8. 4 dəfə 3, 12, 1 yadda. 4 dəfə 6, 24, o da 1, 25, 2 yadda. 4 dəfə 8, 32, o da 2, 34. Deməli, bəli, 5 rəqəmli oldu. Cavab elə C variantı olmuş olacaq. Keçirik 24-də. 24-cü sualda yəqin ki, görə bilirsiniz. Hansı ədədin bütün ədədlərin bölənidir? Bəli, biz bilirik ki, bütün ədədlər 1-ə bölünür. Ona görə də cavab A variantı olmuş olacaq. Şifahi sualdır. 25-də bizə deyir ki, hansı ədəd 4683 ədədi ilə 7 ədədinin hasilinə bərabərdir? Yaxşı, baxaq. Hansı ədəd 4683 ədədi ilə 7 ədədinin hasilinə? Yəni 7-yə vuraq da. Görək hansıdır cavabı. 3 dəfə 7, 21. 2 yadda. 7 dəfə 8, 56. O da 2, 58. 8 yazırıq, 5 yadda. 7 dəfə 6, 42. O da 5, 47. 4 yadda. 7 dəfə 4, 28. O da 4, 32. 32781 ədədi. Baxaq, D variantında bizə verilib. Cavabımız D variantı olmuş olacaq. Daha sonra baxaq, təsvirə əsasən eni tapın. Təsvirə əsasən eni tapın deyəndə uşaqlar nə görürsünüz? Təbii ki də 3 dənə 308-dir. 308-i də 3-ə vurarıq. 308-i tərsinə olsaydı böləcəkdik. Amma 3 dənədirsə, deməli vuracağıq.
3-ə vuraq. 3 dəfə 8 neçə eləyir? 4, 2, 9, 24 B variantında bizə verilib. Daha sonra keçək digərinə. Hansı ədəd sadə deyil? Baxaq. Baxaq ki, hansı ədəd sadə deyil? Baxaq 10-a. 10 həm 1-ə bölünür. 10 həm 2-yə bölünür. 10 həm 5-ə bölünür. 10 həm 10-a bölünür. Deməli 1, 2, 3, 4. Deməli bu ədəd sadə deyil, mürəkkəb ədəddir. 13-ə baxaq. 13 tək 1-ə həm də özünə bölünür. Deməli bu sadə ədəddir. 19 da 1-ə özünə bölünür. 23 də 1-ə və özünə bölünür. Sadə ədədlərdir. Sadə ədəd olmayan təkcə 10 oldu, yəni mürəkkəb ədəd oldu. Daha sonra keçək 28-ci tapşırığa. Deməli, bölən 4 qismət 382 qalıq 2 olarsa, bölünəni tapaq. Deməli, bu qaydamız necə idi? Qalıq da varsa, deməli, buradan 382-ni vurarıq 4-ə, üzərinə də 2-ni gələcək. Bu da eləyəcək, gəlin birlikdə vuraq. 382 vur 4. 4 dəfə 2, 8. 32, 2 yazırıq, 3 yadda. 15, 1528. Üzərinə də 2-ni gəlsək, 1530 eləmiş olacaq. Deməli, bizim bölünənimiz A variantı, yəni 1530 eləmiş olacaq. Baxaq, digər tapşırıq. Deyir, yığılmış 848 ton məhsulun 4də 3 hissəsi emal edildi. Neçə ton məhsul qaldı? Yaxşı, baxaq. Deməli, 848-in 4də 3 hissəsi bərabərdir. 800 deyirəm, 400 yazırım. 848 bölünsün 4, vurulsun 3. Bəli. Deməli, 8-in şifahi çaşdırmayım sizə, yaxşı. 848 bölünsün 4, 2 dəfə, 8, 1 dəfə, 4, 8 də 2 dəfə. 212-ni vururuq 3-ə. 3 dəfə 2, 6, 3 dəfə 1, 3, 3 dəfə 2, 6. 636, belə deyək, emal edildi. İndi görək, 636 emal edildi axı. Bizdən qalanını istəyir. Ona görə 848, bir saniyə, 636, hə. Deməli, 848 çıxılsın 636. Deməli, burada 2, 1, 2. 212 ton məhsul qaldı A variantı. Daha sonra keçirib adi hesablamaya. Biz bilirik ki, əməllər ardıcıllığını vurma və bölmə, toplama və çıxma varsa bir əməldə, bir misalda ilk öncə daha doğrusu vurma və bölməni yerinə yetirəcəyik. 430, daha doğrusu 4385 vurulsun 2-yə. İlk öncə 1 yadda, 7, 1 yadda, 7, bu da 8. Daha sonra çıxırıq 1086-nı. Ondan 4, 8, 6, bu da 7 eləmiş olacaq. Deməli, cavabımız olacaq 7684 A variantında bizə verilib. Daha sonra keçək digərinə. A, B cəmini tapın. Yaxşı. Deməli, burada 380 A vurulsun 8. Cavabında da alıb B 088. Deməli, 8 dəfə neçə? 8 eləyir. 6. Bura 6 yazaq, görək alınır. 6 və 8, 48. Düzdür. 8 yazıb, 4 yadda. 8 dəfə 8, 64, 68. Düzdür. 6 yadda. 3 dəfə 8, deməli, eləyir 24. 24 o da 6, eləyir 30.
Deməli burada da 3-dür. 3 ilə 6-nın 3 üstə gəl 6. 3 ilə 6-nın cəmini istəyir 9. Cavabımız olacaq D variantı. İndi bizdən nə istəyir? 32-ci sualda. Vurmanı paylamaq xəstəsinə əsasən hasili necə tapmaq olar? Hasili burada necə tapmaq olar? Təbii ki də əgər paylama xəstəsi deyirsə 400-ü deməli mötərizə içində 400 üzərinə 25 gəliblər. Mötərizəni bağlayıb 4-ə vurublar. Paylama xəstəsini də deyirsə 400-ü 4-ə vurarıq. Üzərinə 25, 25-i də təzədən 4-ə vurarıq. Sonra da cavabını taparıq. 400-ü 4-ə vuranda 1200, daha doğrusu 1600. Üzərinə də gələk 100 eləyir 1700. Bizə cavabını istəmir. Bizdən sadəcə paylama xəstəsini istəyir. Ona görə də B variantı olmuş olacaq. Uşaqlar, bugünkü video izahımız bu qədər. Videonu bəyəndinizsə dostlarınızla bölüşməyi, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Eyni zamanda əgər ödənişli monitorinq dərslərimizə qoşulmaq istəyirsinizsə 050 500 47 42 nömrəsi ilə əlaqə saxlayıb monitorinq qruplarımıza qoşula bilərsiniz. Bugünlük bu qədər uşaqlar. Hələlik.